Salam əziz şagirdlər, əziz balalar. Demək, baxaq araşdırmaya. Anar Vüsaldan, Tural isə Orxandan yaşca kiçikdir. Anar kiçikdir Vüsaldan, Tural kiçikdir Orxandan. Anarla Turalın yaşlarının cəmi, Anar üstə gəl Tural. Vüsalla Orxanın yaşlarının cəmindən az yoxsa çoxdur? Aydın məsələ ki, Vüsalla Orxanı toplasaq burada, Anarla Turanın yaşlarının cəmi, bu Vüsalla Orxanın yaşları cəmindən kiçik olmalıdır. Bax, burada Aynur, Anar daha doğrusu Vüsaldan böyükdür, kiçikdir daha doğrusu. Tural isə Orxandan kiçikdir. Aydın məsələ ki, bu ədədlərin hər ikisi, yəni yaşları nəzərdə tuturanda, buradakı ədədlərin hər ikisindən kiçik olduğunu görə bu ikisinin cəmi bu ikisinin cəmindən nə olmalıdır? Kiçik olmalıdır. Demək, teorem A böyük B və C böyük D olarsa, A üstə gəl C böyükdür, B üstə gəl D olar. Baxın, bunu ispat edək. A böyükdür B-nin hər tərəfinə C ədədini əlavə edək. Üstə gəl C, üstə gəl C. Bir də B üstə gəl C-nin. Yox, B böyükdür. C böyükdür D-nin. Hər tərəfinə B əlavə edək. Üstə gəl B, üstə gəl B. Deməli, A üstə gəl C böyükdür B üstə gəl C-dən, düzdür? B üstə gəl C-də B üstə gəl D-dən böyükdür. Demək, buradan nə alınır? Buradan alınır ki, A üstə gəl C böyük olur B üstə gəl D-dən. Vəssalam. Demək, bərabərliklər eyni işarəli olarsa, hədbəhəd toplayaq. Toplayanda eyni doğru bərabərliyi yandır. Baxın, A üstə gəl C böyük olur nədən? B üstə gəl D-dən. Kiçik B, A kiçik B, C kiçik D yazsaq da yenə eyni alınacaq. Yəni, A üstə gəl C kiçik olacaq nədən? B üstə gəl D-dən. İndi isə vurulmaya baxaq. İndi də ədədi bərabərliklərin vurulmasına baxaq. Sol və sağ tərəfləri müsbət ədədlər olan eyni işarəli doğru bərabərliklər hədbəhədi vurduqda doğru bərabərlik alınır. Deməli, A, B, C, D. Müsbət ədədlərdir. A böyük B və C böyük D verib. Buradan nə alınır? A vur C böyükdür B vurulsun D-dən. Yenə burada da A böyük B bərabərliyin hər iki tərəfini vurur C-yə. Vur C. Olur AC böyük BC. Sonra da B böyükdür D. C böyükdür D bərabərliyi hər iki tərəfini vurur nəyə? B-yə olur CB, yəni BC. Böyükdür BD-dən. Buradan AC BC-dən böyükdür. BC də BD-dən böyükdür. Buradan alınır ki, AC böyükdür BD-dən. Vəssalam.
Burada nə görünür əziz şagirdlər? Deməli, A böyük B olarsa, A-nı istənilən qədər, yəni n sayda özünə vuranda böyük olur nədən? B-ni n sayda B-nin hasilindən. Demək, A üstü n böyük olur nədən? B üstü n-dən. Eyni zamanda A kiçik B olarsa, A üstü n kiçik olur B üstü n-dən. Əssalam. Başlayaq bərabərsizliklərin həllinə. Bu bərabərsizlikləri hədd və toplayaq. Baxın bura. 8-nin altını toplayıram. 14. 5-nin 4'ü toplayıram. 9. Mesela. Bak indi burada. Mənfi 2'nin altını toplayıram. 20 müsbət 4. 10 üstə gəlir 7 olur. 17. Nömrə 2'yə baxaq. 6 böyük 3. 4 böyük 2. Hədd və hədd vurun deyir. 6'nı vururam 4'ə. 3'ü vururam 2'yə. 24 böyükdür 6'dan. Burada toplayırdıq. Burada isə vururuq. B bəndi. 6 kiçikdir 8. 3'də 1 kiçikdir 2'də 1. 6'nı vururam 3'də 1'ə. 8'də vururam 2'də 1'ə. 8'dən 2 gedir 4. 6'dan 3 gedir 2. 2 kiçik olur 4'dən. Baxın bunu tərəf-tərəfə toplayaq. A bəndi. A üstə gəl B-ni istəyir bizə, düzdür mü? A üstə gəl B. 4 ilə 5 toplayıram 9. 6 ilə 7'ni toplayıram 13. Vəssalam. B bəndi. A vur B. 4'ü vururam 5'ə. 6'ını da vururam 7'yə. Olur 42 ilə 20'nin arasında. İndi bizə deyir ki, A 2 ilə 3B'ni toplayaq. Əvvəl bunun hər tərəfini vururam 2'yə. 4'ü də vururam 2'yə. Olur 8. 6'ını da vururam 2'yə. Olur 12. Bunda 3'ə vururam. 3B'də 7'ni vururam 3'ə 21. 5'i vururam 3'ə 15. İndi tərəf-tərəfə toplayaq. 2 üstə gəl 3B. 12 ilə 21 toplananda olur 33. 8 ilə 15 toplananda olur 23. Demək, nömrə 4'ə baxaq. X ədədi 3 ilə 4'ün arasında. Yəni X ortadan oxunur əsasən. X böyükdür 3'dən kiçikdir 4'dən. Və Y böyükdür 6'dan kiçikdir 8'dən. Bizə deyir X çıx Y-ə tap. Diqqət edin buna. Burada hər tərəfi mənfi 1'ə vururam. Bu olur mənfi 6. Bu olur mənfi Y. Bu da olur mənfi 8.
və bərabərsizlik işarələri də dəyişir. Hər tərəfi mənfiyə oranında. Yəni, belə deyək də, əgər 6 kiçik y kiçik 8, bu yəni y böyük 6 kiçik 8 isə, o zaman mənfi 6 böyükdür mənfi y böyük mənfi 8. Bax, belə olar. Bunu indi izah edeyim. Burada verilən yolla. Sonra sizə rahat yolla bunun həllini izah eləyəcəm. Qətiyyən narahat olmayın, yaxşı mı? İndi buna diqqət edin. Bu bərabərsizliyi bu formada yazmalıyıq. Olur mənfi y, mənfi 8 ilə mənfi 6'nın arasında. Bunu köçürdürəm bura. Və x sıx y, x üstəgəl mənfi y deməkdir. Burada x üstəgəl mənfi y nə eləyir? 3 ilə mənfi 8 toplayıram. Dördündən də mənfi 6'nı toplayıram. Deməli, x sıx y kiçik olur. Mənfi 2 ilə mənfi 5 arasında. Diqqət edin. İndi bölməni izah edəcəm sizə. Demək, 4 əgər y 6 ilə 8'in arasındadırsa 1 bölü y nə olur? 6'da 1, 8'də 1 arasında düşür, amma ortadakı işarə dəyişir. X bölü y x vur 1 bölü y deməkdir. Bu 1 bölü y yazıram bura, amma işarələr bu cür olmalıdır. Bu uzun yoldur. 3'ü vururam indi burada 8'də 1'ə. Kiçikdir. X'i vururam 1 bölü y olur x bölü y. 4'də vururam 6'da 1'ə. Nə olacaq burada? 8'də 3, 6'da 4. İndi baxın, ümumi yolu sizə başa salıram. Diqqət edin. Bura çox diqqət edin. Birinci, x üstəgəl y. X 3 üstəgəl 6, 4 üstəgəl 8. Bu 1. İkinci, x vur y yazıram. 3 vur 6, 4 vur 8. Üçüncü, x sıx y tapıram. Bax, çıxanda, belə çıxıram, çarpaz. 3 sıx 8, 4 sıx 6. Böləndə də çarpaz. Bunu yenidən yazdım. X bölü y tapmaq istəyirəm. 3'ü bölürəm 8'ə, 4'ü bölürəm 6'ya. Məsələn, burada x sıx y olur. 3'də 2. Anladınız mı? Baxın, diqqət edin. Diqqət edin bura. Toplayanda üst-üstə toplayıram. Vuranda yine üst-üstə vururam.
Çıxma ilə bölmədə nə edirəm? Çıxma ilə bölmədə çarpaz edirəm. Bunu buna, bunu buna. Vəssalam. Bu yadınızda qalsın. İndi keçirəm çalışmaların həllinə. Nömrə 4. Birincisi. Birincide deyir x çıx y, düzdür mü? 3'ten 8 çıxıram. 4'ten 6 çıxıram. Olur nə? X çıx y mənfi 2 ilə mənfi 5'in arasına düşdü. İkinci. 2x çıx y. Baxın bunun hər tərəfini vururam 2'yə. Onu sileyim. 2'ye. Olur x'i vururam 2'ye 2x. 4'ü vururam 2'ye 8. 3'ü vururam 2'ye 6. Y de yerindedir. İndi nə edirəm? 2x çıx y. 6'dan 8 çıxıram çarpaz. Bu 6'dan. 8'den de bu 6'ını çıxıram. 2 ilə mənfi 2'nin arasında. C bəndi. Bizə deyir 3x çıx 2y, hə? Yox, x çıx 2y özür sayın. Əvvəl bunu vururam 3'ə. 6'nı vururam 3'ə. 18. Y'yi vururam 3'ə. 3y. 8'i vururam 3'ə. 24. İndi bax burada x'dən 3y çıxıram. 3'dən 24 çıxıram. Çarpaz. 4'dən 18 çıxıram. X çıx 3y. Mənfi 14 ilə mənfi 21. 3'dən 24 çıxdı. Mənfi 21. 4'dən 18 çıxdı. Mənfi 14. Bu aralığa düşür. İndi baxın buradan indirəm. Bizə deyir ki 3x çıx 2y tap, düzdür mü? Bunu 3'ə vururam. Bunu 2'yə vururam. 3'ü vururam 3'ə 9. X'i vururam 3'ə 3x. 4'ü vururam 3'ə 12. 6'nı vururam 2'yə 12. Y'yi vururam 2'yə 2y. 8'i vururam 2'yə 16. Üç x çıx 2y istəyir, düzdür mü? Deməli, nə etməliyəm? 9'dan 16 çıxıram çarpaz. 12'dən də 12 çıxıram. 9 çıx 16, 12 çıx 12. 12 çıx 12 0 edir. 9 çıx 16 mənfi 7. Vəssalam. Burada bizdən x bölü y istəyir. İki kiçik y kiçik. Buradan yazaq. Baxın. Çarpaz bölürəm. 15'i bölürəm 3'ə. 20'ni de bölürəm 2'yə. Vəssalam. Bayaq bunu izahını verdim niyə? Yuxarıda izah. 4-cü çalışmanı işləmişdən qabaq onun izahını verdim. İndi bax B bəndinə baxıram. Bizə deyir 2 vurulsun x bölü y, düzdür mü? O zaman burada hər tərəf vururam 2'yə. Düz burada 20 ilə 2 gedir 10 qalır. Da gözləmə belə silim 10 edim də bunu. Onu vururam 2'yə 20. X bölü y vururuq 2'yə bu eləyir.
Bunda 15 3'e bölüm. Yorğunluğa baxırsan 5'ini. Birbaşa bunu 5 yazın. 5'i də vururam 2'ye. Salam. Bunu yazın. Bunu sileyim. C bəndini yazım. Bizə deyir nə? 1 üstə gəl. 3x bölü 2y. Əvvəl 3x bölü 2y tapın. Hər tərəfi burada vururam nəyə? 2'də 3'e. 10 vur 2'də 3. Axı burada 2'də 3'dür. 5 vur 2'də 3. 5'i 3'e vururam. 15'i 15'i 2'ye bölürüm. 7 tam 10'da 5. Ondan 2 gelir 5. 5'i de vururam 3'e. 15. Şimdi bize de üstü gel 1. 1 üstü gel 3x bölü 2. Bunun da üzerine 1 gelirim. Bunun da üzerine 1 gelirim. Olur 16. Da 8 tam 10'da 5. Bu böyle. Nömrə 5'e baxaq. Deməli 1 tam 10'da 4 köşkdə 2 1 10'da 5 sonra 1 tam 10'da 7 köşkdə 3 1 10'da 8 A bəndi. Köşkdə 2 üstə köşkdə 3. Bax sadəcə bu ədədləri toplayıram. 1 10'da 4 ilə 1 10'da 7'ni toplayıram eləyir neçə? 3 tam 10'da 1 1 10'da 5 ilə də 1 10'da 8 toplayıram. 3 tam 10'da 3 və salam. Məsələn B bəndi. Köşkdə 3'dən çıxıram köşkdə 2'ni. Baxın çıxanda necə çıxıram? Çarpaz 1 10'da 7'dən 1 10'da 5 çıxıram. 1 10'da 8'dən də 1 10'da 4 çıxıram. Oynayır. 0 tam 10'da 4. Deneyir. Çıxdı. Çaş vur yazmışım. 0 tam 10'da 2. C bəndində deyir ki, köşkdə 6'nı tap. Biz bilirik ki, köşkdə 6, köşkdə 2 var, köşkdə 3. Demək bu ədədləri vurmalıyam bir-birinə. 1 tam 10'da 4 vururam 1 tam 10'da 7'yə. 1 tam 10'da 5 vururam. 1 tam 10'da 8'ə. Mesela hesaplamayı siz edin. Bərabər yanı üçbucağın A oturacağı və B yan tərəfin uzunluqlarının santimetrlə ifadə olunmuş sərhədləri məlumdur. A belə verilib. B də verilib. Bizə deyir ki, perimetrik qiymətlərdir. Bunu belə bir aşağıda yazdım. Gördüm burada 2 dənə B var. Bunu vururam 2'ye. B'ni 2'ye vururam 2B. 26'nı 2'ye vururam 52. 24'ü 2'ye vururam 48. Deməli 2B 52 48. İndi A üstə gəl 2B tapmalıyam, yəni perimetr. 16 ilə 48 toplayıram. 18 ilə də 52'ni.
64, 70 aralığına düşür. Nömrə 7 var. Düzbucağın uzunluğunu A, enli B götürsək. Düzbucağının perimetri və sahəsini qiymətləndirin. İndi bunun sahəsi və perimetrini təyin edək. A üstəgəl B-ni vururuq nəyə? 2-yə. Əvvəl A üstəgəl B-ni tapaq. Toplayıram nə olur? 7,9. Bunları da toplayıram. 8,1. İndi perimetri axı 2 A üstəgəl B-dir. Hər tərəf vururam 2-yə, bu olur. Bunu da 2-yə vururam. Perimetr 8,1 2-yə vururam. 16,2. 7,9'u 2'ye vururam. 15,8. İndi bizə deyir sahəni tapın. Sahəni tapanda vururam bu ədədləri. Axı sahəsi A vur B-dir. Deməli 4,5'i vururam 3,4'ə. 4,6'ını vururam 3,5'ə. Hesaplamaları siz edin. Deməli üç bucağın bucaqlar verib alfa 59 dərəcə ilə 58 dərəcə arasındadır. Beta 83 dərəcə ilə 82 dərəcə arasındadır. Üçüncü bucağı qiymətləndirin. Alfa ilə beta'nı toplayaq əvvəl. $59'dan 83. 8 tekel 5, 13, 1 diğerde 14. 58'den 42. 130, 140 derece. Şimdi üçüncü bucaq tapmaq üçün, üçüncü bucaq qamma götürək. Üçüncü bucaq tapmaq üçün 180 dərəcədən çıxmalıyam alfa ilə beta'nın cəmini. Baxın, əvvəl vururam hər tərəfi -1'ə. Bax, olur, birbaşa yazıram. Alfa üstəgəl beta. -142 ilə ən kiçik bu olur axı. -140'ın arasına düşür. İndi hər tərəfin üzərinə 180 gəlirik. Bax, bunun üzərinə gələm 180. Arada bərabər vaydı, bərabərə yaddan çıxmayın. Buraya yazıram qamma. 140 ilə 180, -140 ilə 180 toplanır olur 40. Bu mənfiyə vurmuşamsa bir deyək ki, burada fikrimdən çıxdı bir şey. Mən qabağına mənfi yazmalıyım. Bunda üzərinə 180 gəlir. Bunda üzərinə 180 gəlir. Axı 180 müsbətdir. 180 çıxılsın. Bax, bu da ilə bizə qammanı verir. Demək, -142 üstəgəl 180 böyükdən kiçik çıxıram. 38 dərəcə. Bu belə. Demək, nömrə 9'da deyir ki, ispat edin ki, üç bucağın daxilinə götürmüş istənilən nöqtələrin təpələrə qədər məsafələrin cəmi bu üç bucağın yarım perimetrindən böyükdür. İspat edək.
Demək, şəkilə baxsaq, məsələn. Məsələn, bu üçbucağı belə götürək. Bura Y, bura Z, bura A-dır, düzdürmü? Bu iki dənə tərəfin cəmi üçüncüdən böyükdür. Y üstəgəl Z böyük A-dan. Məsələn, burada sonra Y üstəgəl X böyük C-dən. Z üstəgəl X də böyük B-dən. Toplayıram üst-üstə, bax bura 2 dənə Y var. 2 dənə Z var. 2 dənə də X var. Böyükdür nədən? Bu üçünün cəmindən. A üstəgəl B üstəgəl C-dən. Hər tərəfi indi bölürəm 2-yə. Böl 2, böl 2, böl 2, böl 2. Deməli, Y üstəgəl Z üstəgəl X, yəni əlifba sırasını qoruyaq. Böyükdür nədən? A üstəgəl B üstəgəl C bölünsün 2-dən. Vəssalam. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar, sağ olun, Allah amanında.